Salam, hər vaxtınız xeyir əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video izah tənlik mövzusu ilə bağlı olacaq. Biz bilirik ki, 3-cü sinif riyaziyyat dərsliyində tənlik son mövzudur. Yəni, birinci hissə ilə yekunlaşdırırıq bugün. Yəni, birinci hissə ilə bugün sağollaşırıq, axırıncı mövzudur və tapşırıqlarla sizi tanış edəndən sonra monitoring vəsaitindən də əməllər ardıcıllığı, dəyişəni olan ifadələr və tənlik mövzusu ilə bağlı ümumi sınaq var. Onunla da tanış edib və birinci hissəni yekunlaşdırmağa qərar verdim. Gəlin başlayaq. Tənlik nə deməkdir? Tənlik o deməkdir ki, uşaqlar, tərkibindən naməlum, baxın, naməlum, məchul olan və bərabərlik işarəsi ilə yazılan riyazi ifadədir. Tənliyin məqsədi odur ki, uşaqlar, naməlum ədədi, məchul ədədi hansı qiymətdə bərabərliyin doğru olduğunu tapmaqdır. Belə deyək də, əgər sizin dildə desək, sadələşdirsək, tənlik bir tapmacadır. Yəni, tapmacanı tapırıq. Elə bir ədəd tapmalıyıq ki, bərabərlik düz alınsın, yəni düz çıxsın. Bunun üçün də müəyyən qaydalar var. Toplama üçün də, çıxma üçün də, vurma üçün də, bölmə üçün də. İlk öncə toplamadan başlayaq. Uşaqlar, baxın, 2 yerə bölürəm. Baxın, yazıram bura n üstəgəl 5 bərabərdir 10. Bu tərəfdə də yazıram 5 üstəgəl n bərabərdir 10. Niyə toplamadan 2 dənə yazdım? Çünki hər iki halda məchul toplananı tapmaq üçün, məchul toplananları tapmaq üçün cəmdən məlum toplananı, məlum, yəni gözümüzlə görən toplananı çıxırıq və cavabımızı almış olarıq. 10-dan 5 çıxanda 5, 10-dan 5 çıxanda 5. Gördünüzmü? Hər iki halda məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxdıq. Həqiqətənmi biz dəyişəni olan ifadələr keçdik? Elə bilin ki, n dəyişəni olan ifadədir. Yəni, n 5-ə bərabərdirsə, aparıb yerində qoyaq. Görək, həqiqətənmi 5-in üstünə 5 gələndə 10 eləyir? Bəli. Həqiqətənmi 5-in üstünə 5 gələndə 10 eləyir? Bəli. 5 üstəgəl 5 bərabərdir 10. Ümidvaram ki, bu hissəni başa düşdünüz. Keçirik digərinə. Deməli, uşaqlar, videonu dayandırdım. Dedim, uzun olmasın deyə misalları, yəni ifadələri, tənlikləri yazdım. Bu arada uşaqlar, video faydalıdırsa videonu bəyənməyi və kanala abunə olmağı, dostlarınızla bölüşməyi unutmayın. Baxın, toplamada, yəni məchul toplananları tapmaq üçün, yəni məchul toplananlardan hər hansı birini tapmaq üçün cəmdən məlum toplananı çıxmış olduq. İndi baxaq görək, çıxılanı necə tapırıq və yaxud da azalanı necə tapırıq? Baxın, uşaqlar, çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Azalandan fərqi çıxırıq. Yəni, 20-dən 10-u çıxırıq 10. X-in qiyməti 10-dur. Aparıb yerinə qoyaq. 20 çıxılsın 10. Bərabərdir, həqiqətən də 20-dən 10 çıxanda 10 qalmış olur. 10 bərabərdir 10. Bu formada əslində yazılır. Mən uzun olmasın deyə, yəni bu önəm daşımadığına görə bu formada yazıram, yəni qısa. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxdıq. İndi baxaq görək. Azalanı tapmaq üçün nə iş görürük? Uşaqlar, azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. X bərabərdir. 5-in üstünə 15 gələndə 20. X-in qiyməti, buna X deyirlər, X yox. X-in qiymətini aparıb yerində qoyaq. 20-dən 15 çıxsaq, həqiqətən də 5 eləmiş olacaq. 5 də 5-ə bərabərdir. Bu formada tapmış olaraq. Uşaqlar, ümidvaram ki, başa düşdünüz nümunələrdən. İndi gəlin, başlayaq misallarımızı, tapşırıqlarımızı, testlərimizi həll etməyə. Bu arada videonu bəyənməyi unutmayın. Uşaqlar, gəlin sizlərdə ilk öncə test tapşırıqlarına, daha sonra isə çalışmalara baxaq. Baxın, uşaqlar, burada deyir ki, təsvirə uyğun tənliyi həll edin. Yaxşı, biz bilirik ki, cəm yuxarıda yazılır, düzdürmü? Cəm yuxarıda yazılır. Yəni, bərabərdir 18. Məlum toplanan 8-dir.
məchul toplanan x-dir. Deməli, təsvirə uyğun tənlik 8 plus x bərabərdir 18, yəni B variantı olmuş olacaq. Ümidvaram ki, yəni bu sadə tənlikdir, başa düşmüsünüz. Baxaq ikinci tənliyə. Deyir, tənliyi həll edin. Həll edək. Biz bildik ki, çıxılanı tapmaq üçün n bərabərdir 13-dən 9 çıxarıq. Buradan da n bərabərdir 13-dən 9 çıxanda eləyir 4. Yəni cavabımız olacaq A variantı. Səhv həll edilmiş tənliyi seçin. Yaxşı. Biz bilirik ki, toplananlardan məchul toplananı tapmaq üçün cəmdən digər toplananı çıxırıq. Bəli, x bərabərdir 10, çıxılsın 4, x bərabərdir 6. A düzdür. 17 çıxılsın x bərabərdir 8. Baxın, x bərabərdir 17-dən 8 çıxmalıydıq. Niyə? Baxın, 17 üstəgəl elədi 17 üstəgəl 8 elədi 25, düzdürmü? Yaxşı. Bəs baxaq görək x-in qiyməti axı 25-dir. 25-i buraya yazsaq, məntiqlə düşünün. 17-dən 25 çıxmaq olur ki, xeyr. Deməli səhv cavab B variantıdır. Baxırıq 4-cü tapşırığa. Hansı tənliyin qiyməti 3-dür? Yaxşı. Tapaq görək. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. 14-dən 10 çıxanda eləyir 4. Deməli, A deyil. Azalanı tapmaq üçün, deməli, fərqin üzərinə çıxılanı gəlirik. 19-un üstünə 16-nı gələndə eləyir 35. Deməli, B də deyil. Baxırıq. 21-dən, yəni çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. 21-dən 18 çıxanda cavab 3 eləmiş olacaq. Cavabımız olacaq C variantı. Tənliyi həll etmək üçün bərabərliyin hər iki tərəfindən hansı ədədi çıxmaq lazımdır? Deməli, deyir ki, hər iki tərəfdən hansı ədədi çıxmaq lazımdır? Təbii ki də 36-dan 15-i çıxmaq lazımdır. Cavabımız olacaq A variantı. 6-ya baxırıq. Tənliyə uyğun ifadəni seçin. Hansı ədədlə 7-nin fərqi 23-ə bərabərdir? Hansı ədədlə 7-nin fərqi ilə A variantında bizə verilmişdir? Baxırıq digər tapşırığa. Tənlik qurmaqla un kisəsinin kütləsini tapın. Aha, tənlik qurmaqla tapaq. İlk öncə məlum olanları toplayaq. 10 üstə 5, deməli 15. Bu tərəf 15-dir. 7-nin üstünə 2 gəlsək, daha doğrusu 5-in üstünə 2 gəlsək, eləyəcək 7. Üstə gəl 10 kisəsini də bilmirik. Elə bura U yazaq. Baxın, x yazdım, U yazım. 10 kisəsini yazsaq. Buradan da başlayarıq həll eləməyə. Yəni, U bərabərdir 15-dən 7-ni çıxsaq, 15-dən 7-ni çıxasaq, eləyəcək 8. Yəni, un kisəsinin kütləsi 8 kiloqram olmuş olacaq B variantı. 8-də deyir ki, adi qaydada tənliyi həll edin. Biz də demişdik ki, məchul toplananı tapmaq üçün cəmdən digər toplananı çıxırıq. 38-dən 17-ni çıxırıq, eləyir 21, yəni C variantı. 9-da deyir, hansı ədəddən, ifadəyə baxın, hansı ədəddən 30 çıxsaq, fərq 8-ə bərabər olar. Bunu da həll eləmək üçün x bərabərdir 8 üstəgəl 30, x də bərabərdir 38, yəni B variantı. Daha sonra baxırıq 10-a. Onda deyir, tənliyi həll edin. Çıxılanı da tapmaq üçün, baxın, azalandan fərqi çıxmış oluruq. Bu da eləyəcək 17, yəni A variantı. Gəlin çalışmalara baxaq. Hansı ədədlə, baxın, ifadələri qururuq. Hansı ədədlə 4-ün cəmi 15-ə bərabərdir? Bunu da həll eləsək, 15-dən 4 çıxarıq, eləyəcək 11. Daha sonra, uşaqlar bağışlayın, o 5-ci çalışmaydı. Birdən başlamalıydım, mən çaşdım, sıranı pozdum, üzrlü sayın. Deməli, təsvirlərə uyğun tənliklər yazın, yazaq. 3, baxın, 3 üstəgəl x bərabərdir 24. 7 üstəgəl x bərabərdir 49. Daha sonra, D-də isə 9 üstəgəl x bərabərdir 81. Bu formada olmuş olacaq. Tənlikləri həll edin. Tənlikləri həll eləsək, deməli,
Burada məchul toplanan tapmaq üçün cəmdən digər toplananı çıxarıq. Yəni 35-dən 16-nı çıxmış olarıq. 35-dən də 16 çıxanda eləyər 19. Daha sonra vuruğu tapmaq üçün, məchul vuruğu tapmaq üçün uşaqlar, bu da toplama kimidir. Hasili digər vuruğa, yəni məlum vuruğa bölürük. Yəni x bərabərdir 28 bölünsün 4-ə, bu da bərabərdir 7 eləmiş olacaq. Bölən, bölünən, bölən qismət. Böləni tapmaq üçün bölünəni qismətə bölürük. Yəni 42-ni 6-ya böləndə 7 eləmiş olacaq. 40-ı 8-ə bölürük. Deməli 5 eləmiş olacaq. Deməli, yenə də azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik, eləyir 56. Daha sonra 42-dən 18 çıxırıq, eləyir 24. Daha sonra baxırıq, 54-dən 30 çıxanda eləyir 24. 81-i də 9-a böləndə eləyir 9. Üstdə bizə deyir, tənliyi həll etmək üçün bərabərliyin hər iki tərəfindən hansı ədədi çıxmaq lazımdır. Deməli, buradan 6-nı çıxırıq, buradan təbii ki də 8-i çıxırıq, buradan 9-u çıxırıq, buradan da 7-ni çıxmış oluruq. Çünki məchul toplananları tapmaq üçün cəmdən digər toplananları çıxırıq. Tənlik qurmaqla A-nın kütləsini tapın. A-nın kütləsini də tapmaq üçün baxırıq, bu tərəfdə 10, 5, 5, 10 eləyir. 3 var, üstəgəl A var. Bu formada tapmış olarıq. A-nın kütləsi də təbii ki də 10-dan 3 çıxanda eləyir 7. Bu da 7 eləmiş olacaq. Daha sonra baxırıq digərinə. Burada eyni şəkildə 10, 10, 20, 9 var, üstəgəl A var. A-nı da tapmaq üçün 20-dən 9 çıxanda eləyəcək 11. Daha sonra baxırıq digərinə. 7 üstəgəl, 5 üstəgəl 7 eləyəcək 12. 4-ümüz var, toplayırıq A ilə. 12-dən 4 çıxanda eləyəcək 8. Bunun kütləsi də 8 eləmiş olacaq. Eyni şəkildə digərində eləyək. 6 üstəgəl 5, 11. 4-ümüz var, üstəgəl A. 11-dən 4 çıxanda 7 eləmiş olacaq. Ümidvaram ki, başa düşmüsünüz. Deməli, 5-i eləmişdim. Birincisini keçirik ikincisinə. İkincisində bizdən nə isə 8 ilə hansı ədədin hasili, bilmirəm hansı ədəddir, 40-a bərabərdir. Təbii ki də burada da 40-ı bölürük 8-ə bərabərdir 5. Deməli, cavabımız olacaq 5. Hansı ədəddən, hansı ədəd olduğunu bilmirəm, 20 çıxsaq 18 alınar. Bunu da tapmaq üçün 18-in üstünə 20 gəlirik. Bu deyir 38. Hansı ədəd yenə deyir? Hansı ədəddi 4-ə bölsək 9 alınar. Burada da bunu tapmaq üçün təbii ki də 9-u 4-ə vurarıq. Eləyəcək 36. Daha sonra keçirik digərinə. Digərində tənlikləri həll edin və qiyməti 8 olan tənlikləri seçin. 18-dən 16 çıxanda eləyəcək. Deməli 4, daha doğrusu 2, deməli bu 8 deyil, bunu götürə bilmərik. Daha sonra baxırıq digərinə, 72-ni 9-a böləndə 8 götürə bilərik. 56-nı 8-ə böləndə 7 götürə bilmərik. 2 üstəgəl 6 üstəgəl 2, 8 götürə bilərik. 1 üstəgəl 9, 8 götürə bilərik. 40-ı 5-ə bölsək 8 eləyir, götürə bilərik. 42-ni 7-yə bölsək 6 eləmiş olacaq, götürə bilmərik. Baxırıq digərinə, 15 çıx 7 bərabərdir 8, bunu da götürə bilərik. Tənlikləri cavabları ilə uyğunlaşdırın. 16-dan 11 çıxsaq, çünki çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. 16-dan 11 çıxsaq eləyəcək 5. 20-ni, yəni bölünən, bölən qismət. Böləni tapmaq üçün bölünəni qismətə bölürük. 20-ni 5-ə bölsək, deməli eləyəcək 4. 4 ilə birləşdirsək, 54-ü də baxaq, 6-ya bölürük, bu da eləyəcək 9. Bu formada olmuş olacaq. 16-dan 4 çıxsaq 12 eləmiş olacaq. 5-in üstünə 12 gəlsək 17 eləmiş olacaq. 21-i də 7-yə bölsək 3 eləmiş olacaq. Bu formada yaza bilərsiniz. 8-ə baxırıq. Könüllünün 20 manat pulu var.
20 manat üstündə yazıram. 20 manat pulu var idi. O kitab aldı və 12 manat pulu qaldı. O kitab aldı. Kitab bilmirik nə qədərdir. 12 manatı qaldı. Kitab neçə manatdır? Bunu da tapmaq üçün kitab bərabərdir. 20 manatdan çıxırıq qaldığı pulu. Kitab da bərabərdir 8 manat. Deməli kitab 8 manat imiş. B-də isə bizə deyir ki, Aynurun 18 armudu var idi. Var da 18 var. Bir neçə armud yedikdən sonra bilmirik neçə armud yeyib. 8-i qalıb. Aynur neçə armud yedi? Yaxşı, A bərabərdir. 18-dən çıxırıq 8-i. A da bərabərdir. 10 armud yemiş oldu. Digərinə baxırıq. Səbətdə bir neçə çiyələk var. Bilmirik nə qədərdir. Bir neçə çiyələk var. Çı yazıq. Səbinə 13 çiyələk daha əlavə etdi. Səbətdə 28 çiyələk oldu. Səbətdə neçə çiyələk var idi? Deməli, çiyələk bərabərdir. 28-dən çıxırıq 13-ü. Çiyələk də bərabərdir. 15 çiyələk var idi. Daha sonra D-yə baxırıq. Hər qutuda eyni sayda olmaqla 5 qutuda cəmi. Deməli, hər qutuda 45 muncuq var. Deməli, hər qutuda neçə muncuq var? Yox, mən tənliyi səhv vurdum. Bir saniyə. Deməli, bu da olacaq. Bu formada 45-i 5-ə bölərik. Bu da eləyəcək 9. Deməli, hər qutuda 9 muncuq olmuş olacaq. Uşaqlar, video çox uzun oldu. Sizi çox yordum. Ümidvaram ki, videonu bəyənmişsiniz, faydalı olub. Faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi unutmayın. Bugünlük bu qədər. Hələlik.